Allah evi olmayan hər bir şəxsə ev qismət eləsin. Dəyərli dostlarımız, sizlərə ideal, mükəmməl mülk təqdim eləyəcəm. Videoya sonuna qədər baxmağı sizlərdən xahiş edirəm. Masazır qəsəbəsi Cantəpə masivində yerləşir. 142 nömrəli marşrut xəttinə çox yaxın bir ərazidə. Bir sot yarım torpaq sahəsinin üzərində inşa olunub, həyətinə sərbəst şəkildə bir neçə avtomobil daxil etmək mümkündür. Dəyərli dostlarımız, Kupçalıdır, evin də torpağında çıxarışı var. İpotekaya yararlıdır. Qiymət 125 min manat təşkil edir. Hal-hazırda jalüz qapını videoda görsənir, təqdim edirik. Pultla idarə olunan jalüz qapıdır və kalitka qapıdır. Həyətyanı sahə və evin ümumi fasadı silikonlu emulsiya ilə vurulub, dəyərli dostlarımız. Yəni, su dəyən, su çəkən bir şey deyil. Emulsiya vurulub, silikonlu emulsiyadır. Həyətyanı sahə tarqovu daşlarla örtülüb, qaz, su, işıq, kanalizasiya hamısı mərkəzidir. Sahəçlərin hamısı da quraşdırılıb, tamamilə hazır bir vəziyyətdədir. Ümumi fasadla tanış oluruq. Hər bir yataq otağından ikinci mərtəbəyə məxsus olan yataq otağından eyvana keçid etmək mümkündür. Gecə həyətyanı sahənin işıqlandırılması üçün plafonlarına kimi qoyulub, yerdən 5 daş kürsüdür. Hər mərtəbə monolit betondur. Dəyərli dostlarımız, gözəl bir besetka sahəsi yaradılıb, həyətində krantı da var. Demək, pilləkən sahəsi ağlay daşlardır, süpürkəli sahələri ağlay daşlarla vurulub. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Sizə mülkünüzü satmaq və ya yeni mülk almaq istəyirsə, qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Gəl, keçək bismillah elə evin içi ilə tanış olaq. Son tamamlanma işləri qalıb, tam təhvil olaraq tam təhvil veriləcək dəyərli dostlarımız. 2 mərtəbə 4 otaq 125 min manat təşkil edir. Bismillah elə evin içinə daxil olaq. Dəhliz vasitəsilə otaqlara bölgülərdir dəyərli dostlarımız. Dəhlizdən sağda yerləşir evin mətbəx sahəsi. Keç mətbəx sahəsini göstərək. Və qarşı tərəfdə yerləşir sanitar qovşaq. Birinci mərtəbə ümumilikdə istipolla üzlənib. Qarşı tərəfdə sanitar qovşağı təqdim et, zəhmət olmasa. Demək, dəyərli dostlarımız, sanitar qovşaqdır, dəhliz sahəsidir, mətbəxdir, birinci mərtəbənin qonaq otağıdır. Hamısı ümumilikdə istipolla üzlənilib. İstipolun kollektoru pilləkənin altında nəzərdə tutulub. Burada yerləşir evin qonaq otağı, böyük kvadrata malik qonaq otağı var, pəncərəsi öz həyətyanı sahəsinə baxır. Qeyd edim ki, hətta arakəsmələrə kimi kubiklə inşa olunub. Birinci mərtəbə ilə tanış olduq, tavan sahəsi alçıvan spot lampalarla işlənib, qalxaq ikinci mərtəbə ilə də sizləri tanış edəcəm. İkinci mərtəbədə 3 yataq otağı, 1 sanitar qovşaq yerləşir. İkinci mərtəbənin dəhlizindəyik, dəhliz vasitəsilə otaqlara bölgülərdir. Pilləkənlərdən qalxanda yerləşir ikinci mərtəbənin sanitar qovşağı, dəhlizdən tavana keçid etmək də mümkündür. Qeyd etdiyim kimi, hər mərtəbə monolit beton tikintinin sonunda kəmərinə kimi atılıb. Dəyərli dostlarımız, dəhlizdən eyvana keçid etmək mümkündür. İkinci mərtəbədə də ara kəsmələr kubiklə işlənilib, sonuncu daşa kimi qanuni cüt daşdır, dəyərli dostlar. Burada yerləşir birinci yataq otağı, bir daha qeyd edirəm, son tamamlanma işləri qalıb. İkinci yataq otağı, videonun əvvəlində qeyd etdiyim kimi, ikinci mərtəbənin yataq otaqlarının ikisindən eyvana keçid etmək mümkündür. İkinci yataq otağı buradan da eyvana keçid etmək olur. Böyük kvadratlara malik otaqları var. Videoda göründüyü kimi son tamamlanma işləri qalıb. Aboylar vurulur, laminat vurulur, bilintuslar bağlanılır, tam təhvil olaraq verilir. Bu yataq otağından da eyvana keçid etmək olur. Qiymət 125 min manat təşkil edir. Real müştərilərə endirim nəzərdə tutulub. Sağ olun, sağlıqla qalın.